Qərib bir şəhərdə təhsil alan iki dost olur. Çox yaxın olurlar. Təhsillərini başa vuranda deyirlər ki, gələcəkdə bir-birimizi axtaranda belə bir paroldan istifadə eləyək. Mən oyam. Bir gün dostlardan birinin digər dostu olan şəhərə yolu düşür. Maraqlanır, dostun axtarır. Deyirlər ki, həmin adam şəhərin böyüyüdür. Deməli, dostu olan məkana yaxınlaşır. Gözətçilərə deyir ki, gedin şəhərin böyüyünə deyin ki, mən oyam. Gözətçilər gəlir və cavab gətirir ki, dedi ki, sən o ola bilərsən, amma mən o deyiləm. Şair Hafiz Baxış yazmışdı ki, yaxın dost bilmişdim səni bir zaman. Buna nankorluğun vermədi aman. Açıldı axırda paxırın yaman, bir qara qəpiyə döndün gözümdə. Sirdaş olmaq idi qəsdim səninlə, sındı şəxsiyyətim, şəstim səninlə. Heyf duz çörəyə kəstim səninlə. Dağ idin, dəryə yendin gözümdə. Hafiz hiss eləyir, duyur, key deyil. Söz də onun sözü boş şileyi deyil. Dostluq xəyanətlə tutan iş deyil. O dedin, kül olub söndün gözümdə.